Gürcüstanın Katolikos Patriarxı 2. İlyanın mülki vida mərasimi Sameba Katedralında bütün gecə davam edib. Patriarxlığın qərarına əsasən 2. İlyaya ehtiram göstərmək üçün kilsə 24 saat açıq olacaq. Ruhani şəxslər və dindarlar məbədə gələrək onun ruhuna dualar oxuya və anım mərasimində iştirak edə biləcəklər. Gürcüstanın Katolikos Patriarxı 2. İlya martın 17-sində 93 yaşında vəfat edib. Ölkədə matəm günləri elan olunub. Bütün Gürcüstanın Katolikos Patriarxı 2. İlya martın 22-sində Sioni Katedralında dəfn olunacaq. Bu barədə jurnalistlərə yepiskopos İyop məlumat verib. Onun sözlərinə görə bu patriarxın öz istəyi olub və bu barədə yaxınları məlumatlı idi. Patriarxlıqda keçirilən sinod iclası 2 saatdan çox davam edib və burada dəfn mərasiminin detalları müzakirə olunub. Patriarxın dəfni ilə əlaqədar olaraq 21-22 mart tarixlərində Tbilisi şəhərində ictimai nəqliyyat sərnişinlərə pulsuz xidmət göstərəcək. Hökumətin məlumatına görə bölgədən Tbilisiyə gəlmək istəyənlər üçün də pulsuz nəqliyyat təşkil ediləcək. Sərnişinlərə həmçinin Gürcüstan Dəmir Yolları tərəfindən pulsuz xidmət göstəriləcək. Həm avtomobil, həm də dəmir yol nəqliyyatı ilə əlavə reyslər həyata keçiriləcək. Patriarxın dəfninin təşkilatı məsələləri ilə bağlı Dövlət Komissiyası fəaliyyət göstərəcək və ona Gürcüstanın baş naziri rəhbərlik edəcək. Komissiya dünən iclas keçirib. İclasda baş nazir, prezident, parlament sədri, Tbilisi meri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri və Nazirlər Kabinetinin üzvləri iştirak ediblər. Məhz bu görüşdə dəfnin təşkili üçün Dövlət Komissiyasının yaradılması qərarı alınıb. Hakimiyyət nümayəndələri Patriarxlığın Komissiyasının işində də iştirak edəcəklər. Yeni patriarx seçilənə qədər kilsənin idarə olunmasını patriarxın canişini Şio həyata keçirəcək. Müqəddəs sinodun qərarını Axalçıxı Dauqlarceti və Lazeti yeparxiyasının mitropoliti Teodor ictimaiyyətə iclasdan sonra açıqlayıb. Onun sözlərinə görə sinod patriarx tərəfindən təyin olunmuş canişin Senaki və Çxoroçqu mitropoliti Şionu rəsmi olaraq bütün Gürcüstanın Katolikos patriarxı taxtının müvəqqəti rəhbəri kimi təsdiqləyib. Gürcüstanın baş naziri İrakli Qobaxidzeyə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən başsağlığı məktubu göndərilib. Məktubda deyilir: Hörmətli cənab baş nazir, martın 17-sinə keçən gecə onun müqəddəsliyi bütün Gürcüstanın Katolikos Patriarxı 2. İlyanın vəfat etməsi xəbərini dərin kədərlə öyrəndim. Türk xalqı və öz adımdan məhrumun ailəsinə, sizə, Pravoslav kilsəsinə və Gürcü xalqına səmimi başsağlığı verirəm. Gürcüstan Patriarxlığına, Gürcüstan Pravoslav Cəmiyyətinə və Gürcü xalqına Gürcüstanda yaşayan Azərbaycanlılar da başsağlığı veriblər. Onlar bildiriblər ki, 2. İlya ömrünü xalqa, mənəvi dəyərlərin qorunmasına və müxtəlif dini icmalar arasında sülh və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə həsr edib. Onun fəaliyyəti ölkədə yaşayan müxtəlif millət və din nümayəndələri arasında birlik və harmoniya mühitinin formalaşmasına mühüm töhfə verib. Gürcüstandakı Azərbaycanlılar tərəfindən planlaşdırılan Novruz bayramı tədbirləri məhrumun xatirəsinə hörmət və ümumi matəm səbəbilə ləğv olunub.